Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil a'lemin. Və salatu və selamu alə əşrəfül ənbiyayı vəl mürsəlin və la'nu daimu alə a'daihim əcməyin. Əziz qardaşlarımız, mövzumuz Osman bin Əffanın qatilləri kimlərdir? Əhl-i-Sünnə və nasibilərin öz mənbələrindən sənədlər işığında həqiqətləri çatdırmağa, sizlərlə bölüşməyə davam edirik. Bugünkü üzərində dayanacağımız mənbələr işığında və yalnız səhih sənədlə tədqiq edəcəyimiz mövzu Osman bin Əffanın öldürülməsi və qatillərinin kimlər olmasıdır. Sözü çox uzatmadan mövzuya keçirik. Osman bin Əffanın qatilləri sahabə və tabiinin rəhbərlik etdiyi möminlərdir. İlk əvvəl Osman bin Əffanın qatillərinin kimlərdən ibarət olduğu haqqında ümumi məlumat veririk. Osmanı öldürmək üçün toplanan cəmaat kimlərdən ibarət idi? Bu sualımızı şəxsən Osman bin Əffan özü cavablandırır. Əhməd bin Həmbəl dedi ki, mənə İshaq bin Süleyman danışdı, dedi ki, Muaviyyə ibn Səlimin Matrifdən, o da Nafidən, o da İbn Ömərdən zikr etdiyi bu hadisəni eşitdim. Osman mühasirədəykən yoldaşlarına baxıb belə dedi, məni niyə öldürəcəksiniz? Halbuki mən Rəsulullahın sallallahu aleyhi və aleyh belə buyurduğunu eşitdim. Bir adamın qanı ancaq 3 səbəbdən biri ilə halal olur. Bir adamın ərə getdikdən sonra zina edərsə rəcm edilməsi lazımdır. Və ya birini qəsdən öldürsə öldürülməsi lazımdır. Və ya İslama girdikdən sonra irtidad edərsə, yəni dindən çıxarsa yenə öldürülməsi lazımdır. Allaha and içirəm ki, mən nə cahiliyyə dövründə, nə də müsəlman olduğundan sonra zina etmiş deyiləm. Bir kimsə də öldürməmişəm ki, onun canına qarşılıq mənə qisas tətbiq edilsin. Müsəlman olduğumdan bəri irtidad etmiş deyiləm ki, Allahdan başqa ilah olmadığına və Muhammedin də Allahın qulu və rəsulu olduğuna şəhadət edirəm. Əl-Bidayətu və Nihəyə 7-ci cild səhifə 200 İbn Kəsir Əd-Diməşqi. Bu hədisi Nəsai Əhməd bin Əzhərdən, o da İshaq bin Süleymandan rəvayət edir. Göründüyü kimi İbn Kəsir hədisi Əhməd bin Həmbəlin rəvayət etdiyini demişdir. Biz də araşdırdıq və bu hədis Əhməd bin Həmbəlin Müsnəd kitabında 1-ci cild 63-cü səhifədə tapdıq. Hədisdən sonra Müsnəd Əhmədin mühəqqiqi Şüeyb Əl-Ərnavud hədisin həsən olduğunu bəyan etmişdir. Əhməd bin Həmbəl Əl-Müsnəd kitabı 1-ci cild hədis nömrəsi 452. Bir başqa əhl-i-sünnə tarixçisi Abdurrabih isə bunları söylüyor. Əbul-Həsən belə dedi, Misir xalqı Əbdurrahman bin Udeys Əl-Bələvi, Bəsrə xalqı Hukeym bin Cəbələ Əl-Əbdi, Kufə xalqı isə Əl-Əşdər, Malik Əşdərin liderliyində Osmanı Mədinədə mühasirəyə aldılar. İbn Əbdurrabih Əl-İqidul Fərid 2-ci cild səhifə 92. İbn Əbdurrabihin burada zikr etdiyi liderlərdən Əbdurrahman bin Udeys, sahabə, irəlidə onun haqqında danışacağıq. Hukeym bin Cəbələ və Əl-Əşdər isə tabiinlərdir. Malik Əşdər eyni zamanda İmam Əli əleyhissalamın sağ qolu və komandiridir. Əhməd bin Həmbəl və İbn Əbdurrabihin verdiyi məlumatlar işığında Osman bin Əffanı öldürənlərin liderliyini, sahabə və tabiinlərin etdiyini gördük. Bəs Osmanı öldürmək üçün ittifaq edən bu sahabə və tabiinlər birilərinin iddia etdiyi kimi kafir və fasik və ya azğın idimi? Çox rahatlıqla buna xeyr deyə cavab verə bilərik. Çünki əvvəla Əməvilər və bəzi İmam Əli əleyhissalamın müxalifləri xaric kimsə Osmanın qatillərini günahlandırmamışlar. Əməvilər ilə İmam Əli müxalifləri isə bunu sırf öz maraqları üçün bəhanə etmişdilər. İkinci olaraq, sahabələrdən bəziləri Beyyət-ü Rizvanda iştirak etmiş adamlardır. Bəziləri də İmam Əlinin əleyhissalam sağ qolu, köməkçiləridir. Son olaraq, onsuz da Osman bin Əffan özü belə onu öldürənlərin Allah Cəllu Cəlaluhunun mömin bəndələri olduğunu bəyan etmişdir. Mənə Ruh bin Ubeydə xəbər verib dedi ki, Osman bin U'tab mənə Xalid bin Rabihdən xəbər verib dedi ki, Allahın mübarək kitabı Osmanın önündə olduğu halda əllərini qaldıraraq dedi, Ya Rəbbim, mömin bəndələrim məni öldürdülər. İbn Səd Təbəqətül Kübra 3-cü cild səhifə 82. Osman bin Əffanı öldürən sahabələr kimlərdir? Ümumiyyətlə, Osman bin Əffanın qatillərini sahabələr rahiməhullah olduğunu dedikdən və dəlilləri söylədikdən sonra indi də bu sahabələrin bioqrafiyası haqqında məlumat verəcəyik. 1. Səhabə Əmr bin Əl-Həmq Əl-Xuzayi rəhmətullahi teala aleyh. Əmr bin Həmq Əl-Xuzayi Osman bin Əffanı öldürən sahabələrdən biridir. Özü sahabənin böyüklərindəndir və Əli əleyhissalamın şiyələrindəndir. İndi ilk olaraq onun rəhmətullahi teala aleyh sahabə olduğunu əhl-i sünnə mənbələrindən dəlilləndirək. Nasibi rical alimi İbn Həcər Əmr bin Həmq Əl-Xuzayinin bioqrafiyasında deyir ki, Əmr bin Həmq bin Qahil və İbn Qahil olduğu da deyilmişdir. İbn Həbib Əl-Xuzayi səhabədir. Misirdən sonra Kufədə yaşamışdır. Muaviyyənin
xəlifəliyi zamanı öldürülmüşdür. İbn Həcər Təqribut Təhzib 5017-ci ravi. Onun sahabə olduğunu Əz-Zəhəbi, İbn Kəsir və başqa nasibi hədis və rical alimləri də bəyan etmişlər. Amma məsələnin uzanmaması üçün bu qədəri ilə kifayətlənirik. Haqqında məlumat verdiyimiz bu sahabə, rahiməhullah, Osman bin Əffanı öldürmək üçün toplananların başçılarındandır. Nasibi rical alimlərindən İbn Hibban Əs-Siqat kitabında belə deyir. Osmana hücum edən Misirlilər 700 nəfərdən və başlarında Əbdurrahman ibn Udeys, Əl-Bələvi, Əmr bin Həmiq Əl-Xuzayi, Kinanə bin Bəşir bin İtəb Əl-Kindi və Sudan bin Himran Əl-Muradi vardı. İbn Hibban Əs-Siqat 2-ci cild səhifə 256. Əbdurrahman ibn Udeys Əl-Bələvi Osman bin Əffanın qatillərinin liderlərindən biri də Əbdurrahman bin Udeys Əl-Bələvidir. Bu şəxs sahabədir və Rizvan beyyətində iştirak etmişdir. Nasibi rical alimlərindən olan Əz-Zəhəbi onun haqqında demişdir. Əbdurrahman bin Udeys Əbu Muhammed Əl-Bələvi sahabədir. Ağac altında, yəni Rizvan beyyətində beyyət edənlərdəndir. Rəvayəti vardır. Misirdə yaşamışdır. Osmanın əleyhinə çıxmış və onun qatilleриndən olmuşdur. Allahdan sağlamlıq arzulayırıq. Sonra Muaviyə onu ələ keçirib Fələstində həbs etmişdi. Həbsdən qaçsa da onu Livan dağında ələ keçirərək qətlə yetirdilər. Ələ keçirildikdə öz qatilinə "Vay sənin halına, Allahdan qorx, qanımı tökmə, mən ağac altında beyyət edənlərdənəm" demişdi. Muaviyyənin adamlarından olan qatili də ona belə cavab vermişdi. Dağlarda o qədər ağac var ki, hansı ağacın altında beyyət eləmişsən biz bilmirik. İbn Yunus dedi ki, Misirdən Osmanın əleyhinə üsyan edənlərin rəisi idi. Muhammed bin Yəhyə Əz-Zuhli dedi ki, ondan rəvayət etmək halal deyil ki, o fitnənin başıdır. Yəni, Əbdurrahman ibn Udeys Əbu Muhammed Əl-Bələvi haqqında deyir bu sözləri. Rizvan beyyətində iştirak edən sahabəyə deyir bu sözləri. Əhl-i-Sünnə nasibi rical alimi. Əz-Zəhəbi Tarixül-İslam 3-cü cild səhifə 531-532. Yuxarıda Əmr bin Həmiq Əl-Xuzayi rəhmətullahi əleyh haqqında məlumat verərkən Abdurrahman bin Udeys haqqında İbn Hibbanın sözlərini də təqdim etmişdik. Bunu yuxarıda söylədiyimiz üçün yenidən ehtiyac görmürük. Cəhcəh bin Səid Əl-Qiffari rəhmətullahi əleyh Osman bin Əffanın əleyhinə üsyan edən və onun qatillərinə dəstək verən sahabələrdəndir. Nasibi rical alimlərindən olan Əz-Zəhəbi Tarixül-İslam kitabında 3-cü cild səhifə 560-561-də deyir. Cəhcəh bin Qeys və Səid Əl-Qiffari də deyilmişdir. Sahabədir, Rizvan beyyətinə şahid olmuşdur. İbn Əbdülbir deyir ki, Osman xütbə oxuyarkən əlindəki əsanı alaraq, onun, yəni Osmanın dizinə vuraraq, qıran məhz bu cəhcəh idi. Osmanın dizində qanqren yarası əmələ gəlmişdi. Həmçinin başqa nasibi rical alimi olan, tarixçi olan İbn Şöbə Ən-Numeyri Cəhcəh bin Səid Əl-Qiffari rahiməhullahın Osmanın əleyhinə toplaşanlardan olması haqqında bu məlumatları verir. Uqbə bin Muslim belə rəvayət etdi. Osman cümə günü son dəfə evindən çıxdı. Gözəl bir paltar geyinmişdi. Minbərə çatdı və onun üzərində dayandı. Bunun üzərinə insanlar onu daşladı və Bəni Qiffar qəbiləsindən olan Cəhcəh adlı biri belə dedi. Vallahi səni Duhan dağına sürüyəcəyik. Hədisin bütün raviləri etibarlıdır. Müəllifimiz Cəhcəhin adından dərhal sonra qeydini etmiş və haşiyədə belə demişdir. Bu Cəhcəh İbn Məsud, İbn Səid, Hərram, İbn Qiffaridir. Rizvan beyyətinə şahid olmuşdur. İbn Şöbə Ən-Numeyri Tarixü Mədinə 3-cü cild səhifə 1111. Növbəti sahabə Əmr bin Bədil Əl-Xuzayi rəhmətullahi ta'ala əleyh haqqında Osman bin Əffanın qatillərindən olmuş, onu öldürən sahabələrdən biridir. İbn Əbdülbər onun haqqında deyir. Əmr bin Bədil Əl-Xuzayi Ət-Təbərani onun sahabə olduğunu və Misirdən Osmanı öldürmək üçün gələnlərdən olduğunu söyləmişdir. İbn Əbdülbər Əl-İstiab kitabı 4-cü cild səhifə 606, 5781-ci ravi. Digər nasibi tarixçisi olan İbn Şöbə Ən-Numeyri isə bu mövzuda bunları söyləyir. Zuheym rəvayət etdi mənə Əmr bin Bədil Əl-Xuzayi və Tuceybinin İbn Udeys Əl-Bələvinin Osmanın yanında girdiklərini və bunlardan biri bir bıçaq ilə onu bıçaqlayır, digəri isə qılınc ilə vurub onu öldürdüyünə şahid oldum. İbn Şöbə Ən-Numeyri Tarixi Mədinə 4-cü cild səhifə 1303. Növbəti sahabə Əbul-Həsən Əl-Məəzini. Digərləri kimi sahabə və Osman bin Əffanın əleyhinə üsyan edən, onu öldürənlərdəndir. Əbul-Həsən Əl-Məəzini sahabədir. Əqəbə və Bədrə şahid olmuşdur. Osman mühasirəyə
mühasirə ediləndə Zeyd bin Sabit, ey Ənsar icması, haydi ikinci dəfə Allaha yardımçılar olun deyə danışmış. O da demişdir, yəni Əbulhəsən Əl-Məzini demişdir. Xeyr, vallah sizə tabi olmayacağıq. Allah Cəllu Cəlaluhu, ey Rəbbimiz, biz rəhbərlərimizə və böyüklərimizə itaət etdik, bizi yoldan azdırdılar buyurmuşdur deyə cavab verdi. İbn Əbdülbir Əl-İstiyab kitabı 1-ci cild səhifə 520. Növbəti Niyər bin İyad Əl-Əsləmi rahiməhullah sahabədir və eyni zamanda Osmanı öldürənlərdəndir. Niyər bin İyad Əl-Əsləmi Təbəri zikr etmiş və belə demişdir. Rəsulullahın əshabındandır, Osmanı öldürənlərdəndir. İbn Həcər Əl-İsəbə 6-cı cild səhifə 483, 8842-ci ravi. Növbəti sahabə Kureyb bin Əbrəhə sahabədir. Osman bin Əffanı öldürmək üçün toplananlardandır. Nasibi hədis və rical alimlərindən olan İbn Hibban onun haqqında deyir. Kureyb bin Əbrəhə Əl-Əshəbi sahabə olduğu söylənmişdir. İbn Hibban Əs-Siqat 3-cü cild səhifə 357. Əhl-i-Sünnə alimi olan Əl-Yaqut Əl-Həməvi Mu'camul Buldad adlı kitabında deyir ki, Muaviyyə, Muhammed bin Əbu Hudeyfə və Kureyb bin Əbrəhəni Osmanı öldürmə səbəbinə görə həbs etmişdi. Yaqut Əl-Həməvi Mu'camul Buldan 2-ci cild səhifə 158. Növbəti sahabə hamının tanıdığı məşhur olan Zubeyr bin Avvamdır. Osman bin Əffanı öldürüb sonra da qanını axtaran biri də Zubeyr bin Avvam zındığıdır. Mutrif bin Abdullah bin Şakir belə dedi. Bizə Cəməl döyüşündə Zubeyrə, ey Abu Abdullah, sizə nə oldu? Öldürülən xəlifəni zay etdiniz, sonra da qanını istəməyə gəlmişsiniz dedikdə, Zubeyr, biz Allah Rəsulu vaxtında bir də fitnədən çəkinin ki, içinizdə yalnız zülm edənlərə çatmaqla qalmaz ayəsini oxuyur, ancaq özümüzün bu ayənin hökmü altına girəcəyimizi heç güman etməzdik. Sonra bizdən olanlar oldu. İbn Həcər Fəthül Bari fi Şərhül Buxari 13-cü cild səhifə 4. Hədisi öz kitabında rəvayət edən Əl-Heythəmi hədis barədə deyir. Əhməd 2 sənəd ilə rəvayət etmişdir ki, onlardan birinin ricalları səhihin ricallarıdır. Əl-Heythəmi Məcmə'uz Zəvaid 7-ci cild səhifə 27. Növbəti sahabə Təlhə bin Ubeydullahdır. Zubeyr bin Əvvam kimi o da Osman bin Əffanın qatillərindən biri, sonralar onun qanını axtaran zındıqlardan biridir. Osman bin Əffanın əmisi oğlu və xəlifəliyi zamanı sağ əli olmuş Mərvan bin Həkəm Cəməl döyüşündə eyni cərgədə olmasına baxmayaraq Təlhəni bir ox ilə öldürmüş və bunun səbəbini belə bəyan etmişdir. Akraş dedi ki, biz Təlhə ilə birlikdə Əliyə qarşı döyüşürdük. Mərvan da bizimlə birlikdə idi. Mərvan ona baxdı və bu gündən sonra intiqamımı istəməyəcəyim deyərək bir ox ilə onu öldürdü, yəni Təlhəni. Hakimən Neysapuri Müstədrək Aləs-Səhiheyn kitabı 3-cü cild səhifə 417-418. Başqa nasibi rical alimi olan İbn Həcər bu barədə deyir ki, Əbülqasim Əl-Bəğəvi səhih sənədlə Carud bin Əbi Səbranın belə dediyini danışdı. Cəməl döyüşü günü Mərvan bin Hakim Təlhəyə baxdı və bu gündən sonra artıq intiqamımı istəməyəcəyəm deyərək Təlhəyə bir ox atıb onu öldürdü. Yaqut bin Sufyan səhih sənədlə Qeys bin Əbi Həzimdən danışır. Mən Mərvanı Təlhəyə ox attığını gördüm. Ox Təlhənin dizindən sancılıb, Təlhə ölənə qədər qanı axmağa davam etdi. İbn Həcər Əl-İsabə 3-cü cild səhifə 432, ravi nömrəsi 4270. Növbəti sahabə Əmr bin Əl-As. Güya Osmanın qanını axtaran Muaviyyə tərəfindən İmam Əli əleyhissalama qarşı döyüşmüşdür. Amma özü Osman bin Əffanın qatillərindən biri olan zındıqlardan biridir. Xütbə əsnasında məscidin bir kənarında oturan Əmr bin Əl-As, Allahdan qorx ey Osman, sən bir xeyli günah altına girdin, biz də səninlə birlikdə o günahlara qatıldıq. Allaha tövbə et, Allaha dön dedikdə Osman dedi ki, demək sən buradasan, ey Nabiğənin oğlu, səni vəzifədən uzaqlaşdırdığım gündən bəri qaşınıb durursan. Sənin cübbən bitlərlə doludur. Amma məscidin o biri tərəfində bir dəfə səs gəldi. Allaha tövbə et deyə qışqıranda Osman əllərini qaldırıb Allahım mən sənə ilk tövbə edənlərdən biriyəm dedi. Əmr As bu hadisədən sonra Fələstindəki yerinə çıxıb getdi. O belə deyərdi. Vallah dağ başlarında gördüyüm çobanlara çatana qədər hər kəsi Osmanın əleyhinə qızışdırdım.
Sonra Həzrəti Əli, Təlhə və Zübeyrə baş çəkərək onları Osmanın əleyhinə qızışdırdım. Əmr bin Az Fələstindəki iqamətgahda oğulları Məhəmməd və Abdullah ilə birlikdə oturarkən Sələmə bin Rəvh Əl-Cüzami də yanlarında olduğu bir zamanda Mədinədən bir atlı gəlib onlara baş çəkdiyini görürlər. Əmr bin Az ona Osmanın vəziyyətini soruşduqda hazırda üsyançılar tərəfindən mühasirəyə alındığını deyir. Əmr bin Az ona belə deyir: "Mənə Əbu Abdullah deyərlər. Dağlama şişi hələ odun içində ikən dəvə çətinindən yel buraxmağa başlayar. Daha sonra Mədinədən başqa bir adam gəlib keçərkən onun vəziyyəti haqqında soruşanda Osmanın öldürüldüyü xəbəri verildi. Əmr As deyir: "Mənə Əbu Abdullah deyərlər. Əgər mən bir yaranı qaşıyacaq olsam mütləq onu azdıraram." Sələmə bin Rəvh belə deyir: "Ey Qureyşlilər, sizinlə ərəblər arasında bir qapı vardır. Onu da vurub sındırdınız." Əmr ona cavab olaraq: "Biz haqqı batilin kənarından sıyırıb çıxarmağı istədik. İnsanlar tamamilə haqq içində olsunlar." İbnül Əsir, Əl-Kamilu fit-Tarix, 2-ci cild, səhifə 533. Növbəti qatillərdən biri olan, hər kəsin tanıdığı və bəzilərinin Ümmül Müminin dediyi Aişə binti Əbu Bəkirdir. Çox qəribə haldır ki, Aişə binti Əbu Bəkir xalqı Osmanın əleyhinə qızışdırıb, bu Nasel kafir olmuşdur, onu öldürün deməsinə baxmayaraq, İmam Əli əleyhissalamın xəlifə olduğunu öyrənəndə Osmanın qanını axtarmağa başlamışdır. İbn-i Əsir Əl-Kamil fit-Tarix kitabında 3-cü cilddə səhifə 100-də belə deyir: "Digərlərinin Məkkəyə yığışmalarının səbəbinə gəlincə, Osmanın mühasirə olunduğu günlərdə Ayşə Məkkəyə çıxıb getmişdi. Həc mövsümü qurtarandan sonra Mədinəyə qayıdarkən Şərif deyilən yerdə Bəni Leysdən, yəni öz dayılarından Ubeyd bin Səlimə adlı biri ilə qarşılaşır. Bu şəxs Ümmü Kulabın oğlu idi. Ayşə nələr oldu Mədinədə deyə soruşduqda Ubeyd Osman öldürülüb deyə cavab verir. Ayşə, bəs ondan sonra nə etdilər deyə soruşdular. Ubeyd bu suala belə cavab verdi: Həzrət Əliyə beyyət etmək üçün birləşdilər. Ayşə bunun üzərinə belə dedi: "Sənin bu dediyin adama beyyət ediləcəyinə kaş göy yerin üstünə çöküb düşsəydi. Məni geri götürün demiş və Məkkəyə geri qayıtmışdı." Ayşə belə deyirdi: "Vallahi Osmanın məzlum olaraq qətlə yetirildi və mən onun qanını mütləq axtaracağam." Ubeyd ona belə dedi: "Niyə qanını axtarırsan? İlk dəfə Osmanın səhv tətbiqlərə girişdiyini və yolundan azdığını söyləyən, cəmaatı ona qarşı qızışdıran sən deyildinmi? Bu Naseli öldürün, o kafir oldu deyən sən deyildinmi?" deyə soruşulduqda Ayşə susub qalır. İbn Əsir Əl-Kamil fit-Tarix kitabında 3-cü cilddə səhifə 100-də rəvayət etmişdir bu məsələni. Osmanın tərəfdarları və vəliləri harada idilər? Osman bin Əffanın qatilləri məsələsində üzərində dayanmaq lazım olan məsələlərdən birisi də sonra Osmanın intiqamçısı kəsilmiş olan Osman tərəfdarlarının harada olduğu və nə üçün Osmana kömək göndərmədikləridir. Halbuki onların hamısının əlində çox böyük imkanlar var idi. Məsələn, Muaviyyə Ömər dövründən etibarən Suriya valiliyinə təyin olunmuş və mərkəzə bağlı olan yerli kral vəziyyətinə gəlmişdi. Suriyanın bütün hərbi gücü onun əlində olmasına baxmayaraq Osmana kömək göndərməmişdir. Bu məsələdə əhl-i-sünnə tarixçilərindən Əş-Şəhristani bu məlumatları verir. Onun ordu komandirləri bu zatlardır: Şam valisi Muaviyyə bin Əbu Sufyan lənətullahi aleyh, Kufə valisi Səd bin Əbu Vaqqas lənətullahi aleyh, onun xəlifələri Vəlid bin Uqbə lənətullahi aleyh və Səid bin Əl-As, Bəsrə valisi Abdullah bin Əmr, Misir valisi Abdullah bin Səd, Əbu Şərh. Bu valilərin hamısı da sonda onu tək başına qoymuş və taleyin acı təcəllisi baş vermişdir. Osman evində haqsız yerə öldürülmüş və bundan sonra da heç vaxt sönməyəcək olan fitnə ateşi yanmağa başlamışdır. Əş-Şəhristani Əl-Milal və Nihal səhifə 20. Nəticə olaraq bu vaxta qədər əldə etdiyimiz səhih və dəqiq məlumatlar Osman bin Əffanın qatillərini səhabə və tabinlərin liderliyi etdiyi mömin müsəlmanların olduğu, buna baxmayaraq onun öz tərəfdarlarının, qohumlarının sonradan qanını axtaranların onu tək buraxdıqlarını ortaya qoyur. Burada onun qatilləri arasında yer alan sahabələrin bəziləri haqqında sizlərə məlumat verdik və bu məlumatlara Məhəmməd bin Əbu Bəkir, Hukeym bin Cəbələ, Malik bin Əl-Əşdər, Məhəmməd bin Əbu Huzeyfə kimi tabinləri də əlavə edə bilərik. Lakin biz sözü çox uzanmağa ehtiyac görmürük. İnşallah, əgər irəlidə lazım görsək, işimizi yeni bəzi məlumatları da əlavə edəcəyik. Allah
Cəllu Cəlaluhu Osman bin Əffanı öldürüb, möminlərin əmiri Əli əleyhissalama beyyət edən bu möminlərdən razı olsun. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu və la'nud daimu ələ a'daihim əcməin.